Xəbər verildiyi kimi, əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb. Təbibdən bildirilib ki, iyunun 19-u saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyin daxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir deyə açıqlamada bildirilib. Əldə etdiyimiz son məlumata görə Vüsal Murtuzəliyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Lakin Dilarə Əliyeva olaya açıqlamasında qardaşının vəziyyətinin yaxşı olduğunu bildirib. Narahat olanlara deyirəm ki, narahatlığa əsas yoxdur. Yüksək təzyiqdən yüngül qansızma olmuşdu, indi vəziyyət yaxşıdır. Çox sağ olsun həkimlərimiz. Hər şey qaydasındadır. Sağalmağa doğru gedir deyə Dilarə Əliyeva açıqlayıb.